Salam, bugün çox maraqlı, hətta biraz təəccüblü bir mövzuya baxacağıq. Yaşlandıqca beynimiz necə dəyişir? Xüsusilə, məsələn, üz ifadələri kimi mürəkkəb sosial siqnalları necə qavrayır? Salam. Ümumi fikir var ki, yaşlandıqca bu cür şeyləri, yəni sosial işarələri anlamaq çətinləşir. Bəli, çoxları belə düşünür. Amma əlimizdəki yeni bir nevrologiya tədqiqatı Journal of Neuroscience-da dərc olunub, tam başqa bir mənzərə çəkir. Deyir ki, beyin nəinki bunun öhdəsindən gəlir. Hətta bu zaman emosional dayanıqlığı da gücləndirə bilir. Məhz. Bu, həqiqətən də heyrətamaz bir uyğunlaşmadır. Gəlin elə bu uyğunlaşmanı, bu mexanizmi biraz daha dərindən araşdıraq. Yəni, ümumi fikir odur ki, yaşlanma bəzi qabiliyyətləri zəiflədir. Amma işin maraqlı tərəfi odur ki, beyin bunu kompensasiya etməyə çalışır. Necə? Baxın, işin açarı mavi nöqtə deyilən bir beyin bölgəsində ola bilər. Elmi adı locus coeruleus, qısaca ELSI. ELSI. Bu bölgə nə işə baxır? Sadə dillə desək. Əsasən, diqqət və oyanıqlıqla bağlıdır. Təsəvvür edin, bir şeyə fokuslanmaq lazım olanda və ya ayıq qalmaq lazım gələndə bu bölgə aktivləşir. Anladım. Bəs tədqiqatda bununla bağlı nə ediblər? Deməli, tədqiqatda gənc və yaşlı iştirakçıları götürüblər və onlara qeyri-müəyyən üz ifadələri göstəriblər. Yəni, elə simalar ki, tam seçmək olmur. Adam xoşbəxtdir, yoxsa biraz qorxmuş, bilirsiniz, belə qarışıq ifadələr. O cür ifadələri anlamaq həqiqətən çətin ola bilir. Nəticə nə olub bəs? Əsas tapıntı budur. Yaşlı iştirakçılarda bu qeyri-müəyyən üzləri deşifrə etmək çətinləşdikdə, həmin o ELSI bölgəsi daha çox aktivləşib. Daha çox. Yəni, beyin əlavə səy göstərir. Tam olaraq. Sanki beyin çətinliklə üzləşəndə deyir, bir dəqiqə, bura əlavə diqqət, əlavə resurs lazımdır. Bu da ELSI-nin ifraz etdiyi norepinefrinlə bağlıdır, o da diqqəti gücləndirir. Çox maraqlıdır, amma yəqin ki, təkcə aktivlik artmayıb. Deyəsən, daha dərin bir mexanizm də var idi. Bəli, bəli. Ən vacib məqam bəlkə də budur. Təkcə əlcəyinin özü daha çox işləmir, həm də onunla beynin başqa bir kritik bölgəsi, prefrontal korteks, PFC arasında əlaqə güclənir. PFC bizim qərar vermə, planlama mərkəzimizdir, belə deyək. ELSI ilə PFC arasında daha güclü əlaqə. Bu nə deməkdir? Sanki yeni bir əlaqə xətti qurulur və ya mövcud olan güclənir. Elədir. Bu güclənmiş yol, yəni ELSI-PFC əlaqəsi bir növ adaptasiyadır. Beyin bu yolla daha mürəkkəb, daha çox idrak tələb edən sosial tapşırıqların öhdəsindən gəlməyə çalışır. Deməli, yaşlı beyin çətin sosial məqamları anlamaq üçün öz proqram təminatını yeniləyir kimi bir şey. Gözəl bənzətmədir. Bir növ elədir. Amma ən heyrətləndirici tərəfi hələ indi gəlir. Bu ELSI-PFC əlaqəsi nə qədər güclü olarsa, yaşlı insanın psixoloji rifahı, yəni emosional dayanıqlığı, ümumi əhval-ruhiyyəsi də bir o qədər yüksək olur. Ciddi. Yəni bu sadəcə üzləri anlamaqla bağlı deyil. Həm də insanın özünü necə hiss etməsi ilə birbaşa əlaqəlidir. Tamamilə. Sanki bu sinir yolu iki işi birdən görür. Həm qeyri-müəyyən sosial vəziyyətlərdə yolu tapmağa kömək edir, həm də emosional sabitliyi qoruyur. Bu həqiqətən də çox güclü bir tapıntıdır. Deməli, xülasə etsək, yaslanan beyin təkcə zəifləmir, əksinə həm sosial dünyada effektiv qalmaq, həm də emosional sağlamlığı dəstəkləmək üçün öz sinir yollarını, məsələn, bu ELSI-PFC yolunu aktiv şəkildə yenidən təşkil edir. Məhz belə. Tədqiqatçılar da elə bu nəticəyə gəlirlər ki, bu yol həm idrak funksiyasına kömək edir çətinliyi anlamağa, həm də sağlam yaşlanmada emosional rifaha töhfə verir. Bu əlbəttə başqa suallar da yaradır. Məsələn, praktikada bunun nə kimi əhəmiyyəti ola bilər? Tədqiqatda bununla bağlı nəsə qeyd edilir? Bəli, potensial tətbiqlər barədə düşünülür. Əgər bu ELSI-PFC əlaqəsi həm idraka, həm emosional rifaha bu qədər təsir edirsə, onda bəlkə də bu yola müdaxilə etməklə nə isə dəyişmək olar. Məsələn, yaşla bağlı idrak zəifləməsini azaltmaq və ya hətta narahatlıq kimi emosional tənzimləmə problemlərinə kömək etmək. Dəqiq.
Baxın, bu hələ ilkin mərhələdir, daha çox araşdırma lazımdır əlbəttə. Amma potensial olaraq, bəli, bu yolun hədəflənməsi gələcəkdə beyin sağlamlığını və emosional dayanıqlığı dəstəkləmək üçün yeni terapevtik yanaşmalara yol aça bilər. Sosial qavrayış kimi bir idrak tapşırığını birbaşa emosional vəziyyətlə əlaqələndirməsi çox önəmlidir. Bütün bunlar dinləyicimiz üçün nə deməkdir? Məncə əsas mesaj budur ki, yaşlanan beyin heç də passiv şəkildə geriləyən bir orqan deyil. Əsla. O çox dinamikdir. Bəli, aktiv şəkildə uyğunlaşır, yeni yollar axtarır, sosial dünyada naviqasiya etmək və rifahı qorumaq üçün strategiyalar işləyib hazırlayır. Bu həqiqətən də yaşlanmaya dair olduqca ümidverici bir baxışdır. Mən də razıyam. Bu, yaşlanmayla bağlı o köhnə, negativ stereotipləri, o qaçılmaz zəifləmə miflərini şübhə altına alır. Əvəzində biz nə görürük? Dayanıqlılıq və uyğunlaşma potensialı. Beynin özünü necə yenidən təşkil etdiyini görürük. Və sonda üzərində düşünmək üçün bir fikir qoyaq ortaya. Əgər beynimiz yaşlandıqca, məhz sosial qavrayış kimi çətin bir sahədə belə, xüsusi yolları LCPFC kimi gücləndirərək uyğunlaşırsa, görəsən, fərqində olmadan hansı digər mürəkkəb bacarıqlarımız, məsələn, problem həll etmə, qərar vermə, bəlkə də yaradıcılıq, oxşar adaptiv, yenidən qurma proseslərindən keçir? Maraqlı sualdır. Beynimizin hələ kəşf edilməmiş nə qədər belə uyğunlaşma sirləri var, kim bilir? Doğrudan da, düşünməyə dəyər.